Bromla normal idman basandan sonra fikirləşdik ki, bunun üstündən protein soxmalıyıq. Ona görə də üst tutduq İsfuda. Burada girən kimi rəngli sayırsan işıqların altındakı ətlər adam yoldan çıxardırlar. 2 nəfərə bir dana bonfile, şaşlıq və quzu şiş götürmüşdük. Yanındakı qarnirləri dəyişmək olur. Vallahi heç çörək yemək fikrimiz olmasa da bir dənə puf çörək verdilər ki, onun arasına acılı əzmə, abaqanış yaxıb əti arasına qoyub yeməmək mümkün deyildi. Quzusudur, şaşlıqıdır, necə bastırma olunubsa ət adamın ağzında əriyirdi də. Marmelat. Eyni zamanda dana bonfile çox yumşaq və ləzzətlidir və sizə deyim ki, qiymətinə görə performansı ekstra yuxarıdır. Qısacası mənə görə İsfoodun çox dəli ət yeməkləri var. Qiyməti də ki, bu performansa görə çox münasibdir. Bəs siz necə? Buranın yeməklərini bəyənirsinizmi?